Pəmbək çayı vasitəsilə Gürcüstan da çirklənilir. Pəmbək çayı Ermənistandan öz mənbəyini götürür, sonrasında Gürcüstan ərazisinə daxil olur. 72 kilometr məsafə qət etdikdən sonra Azərbaycana gəlir və Kür çayına qovuşur. Bazarçay hövzəsindəki mədən fəaliyyəti nəticəsində Haqqarı çay və Araz çaylarına ağır metallarla yüklü hissəciklərin axıdılması baş verir. Araz çayı isə Kür çayına və Xəzər dənizinə qarışır. Nəticədə Kürün və Xəzərin də suyu çirklənir. Ermənistanın transsərhəd çayları çirkləndirməsi BMT-nin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi üzrə ESPO konvensiyasının tələblərini ciddi şəkildə pozur. Bu konvensiya dövlətlər arası əməkdaşlıq çərçivəsi mexanizmi müəyyən edir ki, istənilən ərazidə sənaye müəssisəsi fəaliyyətə başlayırsa, onun transsərhəd təsirləri varsa, hökmən təsirlənən bütün tərəflərlə, o cümlədən ölkələrlə bu razılaşdırılmalıdır. Ermənistanın dağ mədən sənayesinin nəzarətsiz fəaliyyəti davam edərsə, yaxın illərdə regionda geri dönməz ekoloji kataklizmlər baş verə bilər. Bunu dərk etmək üçün ekoloq olmağa ehtiyac yoxdur. Axı, hər şey göz önündədir. Rəhli Rafiq qızı Elçin Tağıyev, ASTV xəbər.